İlanlar da gəlib, girir axşamlar evə, ilanla beraber yatırıq. Dam tikirdim. O zaman Binəqədi rayon icra hakimiyyətinə əməkdaşlar gəldi, dayandırmağa cəhd elədilər. Binəqədi rayonu Görədil bağları deyilən ərazidir bura. Deyilənə görə may ayında yağan şiddətli yağışlar zamanı ərazidə torpaq sürüşməsi baş verib. Qalın torpaq qatı evlərə, həyətlərə dolub. Amma vətəndaşlar deyir ki, bu müddət ərzində dövlət qurumlarından, müvafiq dövlət qurumlarından əraziyə gələn bir tədbir görən olmayıb. Belə yumurta boyda. Yağışlar başlayanda bax belə bir hadisə olub, torpaq axıb gəlib təmiz. Torpaq may ayına əvvəl nə qədər məsafədə kənardaydı? Durur 15 metrə axıntı gəlibdi. Bu ağaçlar 15 metrə o tərəfdə idi. Bu axıb gəlib düz dirənib evə. Hala buradan nə qədər torpaq götürülüb, həyətə tökülüb. Evə dirənibdi, ev çartlayıbdı. Banka yeri, instrument yerim, təmiz hamısı qalıb torpağın altında. Düz pəncərəyə kimi, qonağın pəncərəsinə kimi torpaqdır bu hal-hazırda. Mən təxminən hesablayıram bir 10 minə yaxın ziyanlıq dəyəkdir. Mən onu istəmirəm. Mən istəyirəm ki, köməklik olsun bana. Torpaq götürülsün, mən işimi görüm. Bu saat nə qazım var, nə suyum var, nə kanalizasiyam var. Mən uşaqları göndərmişəm rayona. Hər yerə müraciət eləmişik biz. Telefon zəngindən, ərizə şəklində də müraciət eləmişik. Bu torpağın yuxarı hissəsində yaşayış var. 2 dənə ev var. Onlar da deyirlər ki, götürülməsin, bizim altımız axır. Mən burada paya tikirdim, yəni dam tikirdim, təsərrüfatımı saxlamaq məqsədi ilə. O zaman Binəqədi rayon icra hakimiyyətinə əməkdaşlar gəldi, dayandırmağa cəhd elədilər. Amma bu baş vermiş təbii fəlakətdən sonra bura heç bir qurum gəlmir. Heç nə zəng, nə soraq, nə hə, nə yox. Heç icra nümayəndəliyi belə gəlib baxmır ki, burada nə olub, nədir, nə deyil. O torpaqla beraber ilanlar da gəlib, girir axşamlar evə, evdə beraber o ev ilanla beraber yatırıq. Ona görə də mən uşaqları göndərmişəm Gürcüstana. Torpaq götürülsün ki, ilanlar da çəksin, əl çəksin bu evdə. Binəqədi rayon icra hakimiyyətindən bildirildi ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılıb və vətəndaşa yerində müvafiq izahat verilərək bildirilib ki, ərazidə torpağın özbaşına daşınması nisbi hündürlükdə yerləşən fərdi yaşayış evlərinə təhlükə törədə bilər. Bəs hazırda az qala torpaq altında qalan evlər üçün təhlükə yoxdurmu sualımıza isə Binəqədi rayon icra hakimiyyətinin nümayəndəsi cavab vermədi.